Birləşmiş Ərəb Əmirliklərinin iş adamları Azərbaycana investisiya yatırmaq niyyətindədir. Bu məqsədlə Dubay iş adamlarının Azərbaycan missiyası konfransı keçirilib. Konfransda Azərbaycanda biznesin təşkili, vergi və yük daşıma sistemi, bir sözlə Azərbaycanın mövcud və potensial investisiya imkanları ilə bağlı qonaqlara informasiyalar verilib. İxracı İnkişafı Korporasiyasının icraçı direktor müavini Muhammed Əli Lota bildirib ki, Azərbaycan onlar üçün maraqlı ölkədir. O, səfər müddətində bir sıra şirkətlərlə fərdi görüşlərin keçirildiyini və bu görüşlərin davam etdiyini bildirib. Biz Azərbaycana o məqsədlə gəlmişik ki, burada bizim şirkətlər üçün mövcud olan biznes imkanlarını araşdıraq. Səfər çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə də Dubaydan olan şirkətlərin Azərbaycanda fəaliyyəti baxımından imkanları öyrənmək istəyirik. Bu ya Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana məhsul ixracı ya da investisiya ilə bağlı ola bilər. Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin arasında ilk ticarət dövriyyəsi 115-120 milyon dollar təşkil edir. Suraya Quliyeva, Şakir Qurbanov, Yurt Xəbər.